Salam qızlar, mənə belə bir model oyuncaq kukla istəyiblər. Düzdür, saçları falan hələm tam hazır deyil, amma mən sizə oyuncağın qulaqlarını necə toxuyuram, onu göstərmək istəyirəm. Bizə lazımdır toxuduğumuz ipdən kəsirik. Sonra həmin ipi iynəmizə keçirdirik. 2 qat edirik. Sonra baxın, qulaqları harda olduğunu düşünərək iynəni həmən hissədən çıxardırıq. Baxın. Bunu içərisində gizlədirik. İpi 2 qat edirik ki, biraz qalın olsun və bir dəfə iki dəfə bizə bəs edir. Sonra iynəni lap ucdan kəsirik. Sonra baxın, ipin altından milçəmizi salırıq. Bir dənə sıx ilmə toxuyuruq. Sonra ipi milçənin üzərinə alırıq. İpin altından keçirdirik və burada 3 dənə ilmə olur. Üçündən də bir dəfəyə keçirdirik. Yarım trabzan. Ondan sonra yenidən ipi milçəmizin üzərinə alırıq və bir dənə də yarım trabzan toxuyuruq. Sonra bu cür ilmək sürüşdürməklə gördünüz, ilmək sürüşdürməklə qulağının birini hazırlayırıq. Baxın, qulağının biri hazır. Və ipləri bu cür iğnə ilə eyni yerdən, görürsünüz, eyni ilmədən çıxardırıq. Sonra bir-birinə düyünləyirik. Və içəridə gizlədirik. Gördünüz? Belə. İndi ikinci qulağı da yavaş-yavaş göstərim sizə. Yenidən göstərirəm. Biraz yaxınlaşdıraq. Bizə lazımdır uzun ip. Həmən bu ipi iynəmizə keçirdək. Düyünləyək möhkəm. Düyünlədikdən sonra hansısa 2 ilmənin arasından belə də toxuya bilərsiniz. Baxın, 2 ilmənin arasından gözlərimiz hardadır? Qulaqlarımızın hizasında olmalıdır. Tapırıq, keçirdirik və ipi görürsünüz, yoxa çıxdı. İndi üst hissəsini tapdıq. Bunu da tapdıq belə.
Bir dəfə tikirik. Sonra ikinci dəfə tikirik. Burada oldu 4 qat ip və ipimizi buradan kəsirik. İndi başlayırıq toxumağa. Birinci nə etmişdik? Bu 4 qat ipin altından milçəmizi keçirdirik. İpimizi götürürük. Bir dənə sıx iynə toxuyuruq. Sonra ipimizin üzərinə, milçəmizin üzərinə ipi alırıq. Həmən bu 4 qat ipin altından keçirdirik və burada 3 dənə ilmə alınır. Baxın 1, 2, 3. Üçünü də bir yerdə toxuyuruq və yenidən ipi alırıq. Üçünü də bir yerdə toxuyuruq və bir dəfə də bu dəfə ilmək sürüşdürməklə gördünüz. Bizim növbəti qulağımız da hazır. İndi nə edirik? İndi bayaq buradan keçirmişdik ipi, düzdür? İndi başlayan hər hansı bir ilməsinin içindən, iki ilmənin arasından, qulaq hissəsindən çıxardırıq və ipimizin birini eyni yerdən keçirdirik və buradan çıxardırıq. Sonra yenidən eyni yerdən sadəcə biraz istiqamətini dəyişərək ki ikisi də eyni yerdən çıxacaq, amma eyni dolğunun içərisindən keçməsin. Baxın, yenidən bunu saplayırıq. Bu sap bizi biraz çox incitdi. Sapımızı dəyişdiyimiz üçün. Baxın, yenidən ipimizi çıxardırıq. Baxaq. Qulağımızı biraz açırıq. Anda bunu bir-birinə düyünləyirik. 1, 2. Sonra milçəni yenə hər hansı bir ilmənin içindən keçirdirik. Bu ipləri götürürük, çıxardırıq. Görürsünüz, yoxa çıxdı. Ondan sonra ipimizi kəsirik. Və qulaqlarımız hazır. Biraz dartırıq qulaqlarımızı, ipləri yerinə götürürük və qulaqlarımız hazır. İndi gedək oyuncağın saçlarını düzəldək.